Bayramdan əvvəl bayram bazarlığı mütləqdir. Səhər maraqlanacağım bu söhbətlə. Alanda maraqlanırdın. Amma bu bazarlıqdan bol gülüşlə qayıdacaqsınız. Sən niyə bu ləhcə ilə danışırsan? Mənim anam Hindistanlıdır, atam Səlyanlı. Hər yeni ilin ənənəsinə çevrilən Komedixananın böyük səhnə konsertlərinə yenisi əlavə olunur. Bayram bazarlığı. Çox əsrarəngizdir. Ardarası kəsilməyən gülüş səhnəsi 3 gün ard-arda davam eləyəcək. Nə dedim? 19, 20, 21 dekabrda Görəcəyik də. Heydər Əliyev sarayında biletləri iTicket Az və şəhərin bütün kassalarından əldə eləyə bilərsiniz. Məsələ həll olundu. Dadlı dostu, bol ulduzlu bayram bazarlığına təlləsin. Necədir, bəyəndiniz? Perşembe pazar Xəzər TV'də efirə qayıdır Komedixana. Gülməli məzəli səhnələrlə sizə gülüş verir Komedixana. Yepyeni səhnələr bizdə izlənər. Şan parodiyalar hamısı bizdə. Burada var bol yumor, bol əyləncələr. Edirik hər şeyin ən gözəlini. Sizlərə gülüşü bəxş edərik biz. Sizin qarşınızda Komedixana. Qasım, hələ çox gəzəcək. Ay Qəmər, Hə. Abşeron Ticarət Mərkəzində mağazalar gör nə qədədir. Hamısı da yanbayan, hamısında da kampaniya var, onlardan yararlanmaq lazımdır da. Hə, gedək Gedək yararlan. Əsas odur ki, mən bu turbalardan götürdüm. Götür. Götürdüm kəndə. Sözsüz gedin, mən pulum verim, gələm, gedin. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əli boş nəvə yanına gedərlər. Ay qız, əli boş nöş gedirik, Hə. buna bax. Nədir Gör o? nəvəmi üçün nə yaparram. Piredo bezi. Hələ buna bax, Piredonun nəm salfetləri, Piredonun maye sabunları. Başın işləyir sənin. Yenə dedi başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofon götürmüsən ki, sənin başın işləyir. Olmadı ki, götür bezləri, Yaxşı, sonra danışarıq. Ola girmir beynimə də, bax, buradan öyrənilən, buradan yadımdan çıxır. Ay iradə. Uşaqlar, görün sizə nə gətirmişəm. Nə gətirmişsən? Nə gətirmişsən? Biz onun yeni soyuq kofelər, uşaqlar bir dənə dadlıdır. Bax, özdə latte, cappuccino kim alsın istəyir? Mənə latte. Mənə latte. Birim ver Şirini azdı, cappuccino sən xoşdursan şirini. Güzel xanım sizin alsın. Baxın, bax. Yuxusuzluğu, yorğunluğu, susuzluğu aradan qaldırır. İçin, zövq. İçməyin. Gəlin belə vuraq, çəkim. Hə? Gəl. Bu məram dəyə. Ay ana, bax, gəlinivin cehizləri hamısı gəldi. Hamısı da Quix-dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix-in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol, ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix-in məişət texnikaları. Görüm anam ana getdi. Ana! Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Saatlarımız 22:00 göstərirsə bu deməkdir ki, Komedixana efirdədir. Hər həftə olduğu kimi bu həftədə bir-birindən maraqlı, gülməli
səhnələrimiz var. Sizin üçün hazırlamışıq. Odur ki, doyunca güləcəksiniz. Çox vaxtı uzatmadan elə ilk səhnəmizə keçid almaq istəyirik. İlk səhnəmiz evdə bacının ad günü. Alqışlarınızla. Ay baba. Ana, Can. gözəl ana. Mənə bax. Sabah bacının ad günüdür. Arvadın gedəcək ad günüsünə. Türüşü deyirsən? Hə də, başqa arvadın var. Çıxarmadım yoxdur, amma arzum var, nə olsun. Arzu var, reallıq yoxdur. İndi darıxma da, gələr deyərəm bir məsləhət eləyərik. Sən ananın ad gündür, bacının ad gündür. Onu arvada promo demək olmaz. Onu promo arvada dedin, elə girmişsən transformatın içində səni sirkələyir, bax belə. Tok səni sirkələyir. Onu aram. Allada deyirsən. Mən belə başa düşdüm, gələ deməmsən də. Sənə dünəndən demişim, bunun vaxtına deyərdin də. İşimizi bilərdin, axşam deyəcəm. Hanı demədin? Hala, axşam özümün o qədər dərdim var ki. Buyur. Axşam bacıya da düşür. Öz bir dərdimi deyim də. Danışırıq. İndi gəlsin deyəcəm də, həm də ki, sənə qurban olmayım. Bu elə bir şeydir ki, eşitsən. Lazım olacaq. Məsləhət olacaq, gedəcək. Əlbəttə gedəcək. Nədir, mən gedib otursam bacımın ad günündə təkcə, demə özə bilirsən, bizim nəsil qurtdudur. Mən oraya tək gedim, başlayacaqlar ki, bu boşanıb. Bunlar ayrılıblar, söz-söhbət yayılacaq. Onu belə demir, onu arvadla deyərsən. Hə, ana, sən elə hərdən məni onun üstə fıskırırsan, gəlinimi tanımırsan. Ona söz demək olmur, Canım, ona söz deyirsən, göydə vurur, Elə bir havadan müdafiə raket sistemidir. Qübbə var, dang, sözü ağzında vurur. O gəlsin, bir sənli məni al dinlən, amma yavaş-yavaş, xırda. Sən də getdin, hardan tapdın mı qızı? Hardan tapdım deyə naharım ana, sən tapdın almadın. Mən 32 dənə şəkil göndərmişdim, hamısı belə idi. Bir aldığım mamlımatan da, orada biz işib sağlığımı görüm. At Turanə. Hə! Çağırıram gəlmir, bu mənimlə nətə söz deyin. Elə bir erkek. Kultura olsun, kadınsan, kulturan olsun. Hə, deyəm, nə Gəl ana? çağır, Canımız, bu hələ, bu iceberg'in görsənən tərəfidir. Türüş! Hə, şidirəm, nədir? İmkan vermədiyə bir dənə də yuxarını açma elə, turuş, nədir? Hə, nədir deyəndə ki, sən bilirsən də sabah bacımın ad gündür. Hə, gözümüz aydın, sonra... Ana, gözümüz aydın sonra. Dedim belələri. Nə deyim, indi ver cavabını. Mən nə verirəm, ver də. Ver də. Ay, başa deyəsən, anamın yanında sən bilmirəm. Hə. Gözümüz aydın nədir? Başa düşmədim. Nə deyirəm ki? Gözümüz aydın nədir? Deyirəm ki, gözümüz aydın. Bilmirdik, dedim, bildik. Və... Nə dəldirsən, söz bizi də. Hə, Səlanə, şeylə, bacımı təbrik eləmək lazımdır. Özə başa düşmədim, Sən məndən qabaq bilməzsən ki, mənim bacımın ad gününə vaxtı. O, niyə kalendarda işarələməmsən ki? Sən bir dənə bacıva zəng elə gör, sənin bacım mənim ad günümü kalendarda işarələyib ki, mən də sənin bacımın ad gününü kalendarda işarələyim. Şahmat, vəssalam, tutardım. Zalım qız elə bir yanıtmaz deyir. Hə, bravo, Atürüş. Nə? Şeylə, bacımı təbrik elə, eşitsən. Gedəcək bacımı yaxşı təbrik eləmək lazımdır. Yaxşı. Eləyərəm bacımı təbrik. Mənə bax, sənin bacımın şəkli mənim telefonumda yoxdur. Qaynana, o qızımın şəkillərindən birini atarsan mənə, storydə paylaşaram da, xala xətri qalmasın da, sizdə. Hə, deyəsən sənlə mən xoş danışıram axı. Mənim bacımın şəkli niyə yoxdur ki səndə? Ha? Niyə yoxdur mənim bacımın şəkli səndə? Telefonumun yaddaşı dolur deyə silirəm. Ay, Lazımsız şəkilləri məhv eləyirəm sonra. Mənim bacım lazımsız oldu, hə? Gördün? Yerdə cavabını. Hamısı sənin işlərindir. Hamısı sənin ağzının boşluğudur. Hamısı sənin işlərindir. Gör, bir dənə bacımın şəkli yox deyə arvadında.
Qoysun telefona statusa ki, altdan da yazsın, ay baldız, ad günü mübarək. Bir yalandan da olsa bir ürəkdən, başdan, güldən, çiçəkdən, böcəkdən dalaca düşsün ora. Yox deyir, məndən şəkil istəyir. Qaynada baldızın şəklini istəyir. Günümüzə baxın. Ver də cavabı. Ver də, de. Nə istəyirsən mən? Bacımı təbrik eləyəsən, eşitdin? Təbrik eləyəcəm də. Təbrik eləyəcəm, açsın şəklini, təbrik eləyəcəm də. Yox, şəkillə yox, şəkillə yox. Gedəcəm. Qoşulacaqsan mənə, gedəcəyik bacımın alacaq, iştirak eləyərsən şuurlu şəkildə. Çıxıb gələcəyik evə. Gedib mısmırığımı sallayıb oturacam bir qıraqda, cəmaatın keyfində korlayacam. Bəndə olmaz. Özünüz gedin, özünüz də təbrik edin. Mən pas. Gördün Aydilqə? Gördün? Nə gördün? İndi bizim qohum əqrabanı sən bilirsən də. Hamısı ağza girən, qurtdan quşlar. Hamısı gələcək. Aydilqə, arvadın niyə gəlmir? Ad günüyə. Baldızı ilə danışmır. Küsmüsünüz, boşanmısınız. Niyə gəlmir görəsən? Nə cavab verir? Yox, cavab vermir olmaz. Nə Ona cavab cavab verir vermir. bu Dilqə? Ay qaynana, sən narahat olma. Sən qızımın ad günündə hamı başı elə qarışıq olacaq, hamı elə kefdə damaqda olacaq, heç gəlin yada düşməyəcək. Nəyə qoyub, nəydən danışırsan? Bir sən mən dinmədin. Hə. Ad gününə gedirsən, ya ad gününə gedirsən sabahlarım, ya da şərəkəvi yığ, dədoney xarabası, yalla. 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 Hə. Onda mən ikinci variantı seçirəm. Hansı variantı? Yığışdırıram bütün paltarımı, veşimi, vüşümü, gedirəm dədəmin evinə. Hə, yaxşı yox. Yaxşı yox. Ha belə? Ha belə. Gedirəm dədəmin evinə. Hə, ki. Onu hərrəm az üstümüzə. Bax, qorxduq buna bax. Gedir. Bacım. Mənim Axmaqdır bacım deyəm. mənim. Hana özə sənə bax, qoy getsin. Hə. Bunu hər səfər bu dədəsinin evinə gedir. Hə. Sən gelsən, yalvarsan, yaxarsan, onu getsən evə. Gətirmə. Qoy bu ər evin, ər çölən qədrini bilsin. Gətirmə o evə. Bu. Kim gelib gətirir? Hə? Kim gelib gətirir onu? Sən deyirsən, hə? Gedirsən dalıca, yalvarla, yaxarla, bahalı hədiyyələr alıb götürüb onu gəlirsən mənim üstümə. Hə? Sən deyirsən. Yaxşı, ana bu. Yaxşı, hə. Bu öyrəşi bir adamın qolun qarasındır. Hə. Söz deyirəm də, özüm elə deyirəm. Elə eşitsin ana. Elə eşitsin. Yaxşı görək, sənin saxladığın arvaddır. Sənin tərbiyə verdiyin arvaddır. Eşidirsən, mən də 50 ilin qadınıyam da, ailəli qadınam. Bir dəfə mənim ağzımdan eşitmisən ki, deyirəm çıxıb gedirəm atamın evinə. Yox, bir dəfə çamadanlarımı yığmışam, getmişəm atamın evinə, hə? 50 il çürüyüb oturmuşam atamın ayağının dibində. Ana, sən canı yaxşı ye. Atamın evi var, atam da sənin dədonun evində qalır da. Dəymə, eşitsən. Bacın ad günündə gedək. Özümüz gedəcək, qoy bilsinlər ki, mən necə adamam. Deyəcəm, boşanmışam. Satana deyəcəm, boşanmışam. Heç söz deyərlər. Yaxşı görək. Nay 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 nay. Nay 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 nay. Nay 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 nay. Nay 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 nay. Daram. Nay 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 nay. Dırırın dırırın dırırın. Nay 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 nay. Nay 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 nay. Nay 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 nay. Daram. Mənə deyiləsi sözün yoxdursa, mən gedirəm dədəmin domikinə. Türüş, Ha, sən bu həyatım. Ay, sən nə qəşən maraqlı şey oldun, ay Türüş. Bax, neçə vaxtı sən məni bu evin sən niyə halladırsan? Sən belə gözəlsən, belə maraqsanmış, ay Türüş. yenə də deyirəm, deyiləsi sözün yoxdursa, mən gedirəm dədəmin domikinə, sən də get bacımın din rajdeniyasına. Hə, bacı nədir? Bacını yaddan çıxardı. Ola bilsiniz, mənim də bacının amca getmədim. Mən təxirə saldım. Günlərim evdə oturmaq lazımdır. Hamımız yığışırıq evə. Ev. Sən həmişə bacımı məndən istin tutmusan da. Nay 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 nay. Ay Türüş, bəs sən belə bəzən, belə düzən ki, mən bacımı üstün tutmayayım da. Bacım dillənən ki, vurum ağzınsa ki, mənim arvadımla iş olmasın da. Belə gəl da. Bəh. Nay nay. Bunun əhtirinə bax. Türüş, nə vurmursan, nə əhtir Nay vurmursan? nay 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 nay. Coco Chanel, mademoiselle. Bəh, ana, Coco Chanel'ə bax. Madmazel. Coco Chanel. Madmazel. Ay Türüş. Acan. Bəs başıma dönüm. Belə əhtirlən da. Evə nə vaxt gəlirəm, simiska yağı verirsən evi. Belə əhtirlən. Özün də bilsən ki, mən şiriyə yığışanam da. Şiriyə gəlirəm. Elə. Yığ məni evə da. Elə. Ana. Aşkım. Qayıt evə, eşitsən. Ailəmizi dağıtma. Mənim ailəm indində maraqlı olur. Aşkım, qayıt, ailəmizi dağıtma. Qayıt, məni anama yola salın. Ana, Eşidirəm. get ad günlə eşitsən. Eşidirəm. Mənim də adımdan 100 manat bas bacımın cebinə. Denən qardaşın gələ bilmədi.
Deməli, sən başının ad günə getmirsən, hə? Hə? Ay ana sen de ot aşağı sana kurban ot aşağı. He. Sana kurbanım bacım niye özü ad günü edir? Ya, niye eləməsin? Yubiley deyip bir şeydir. 38 yaşı qeyd edirlər ana. Mənə bax, arvadını gördün, hayır olmusan. Deməli, arvadın getmirdin, sən də getmirsən də, hə? Ana getmirsən deyəndə gedərsən deyərsən ki gəlirdi. Rasimin yolda eskasın motoru dağıldı gələnmədi. Vəssalam. Elə? Elə. Yaxşı, mən söz taparam deməyə. Ana mənim aləm dağılır. Gör necə maraqlı aləm varmış mən. Niyə o aləm dağıdırsan? İndicə görməmisən də o maraqlı, hə? Ha nə var gör, nə vaxt gəlmişəm xalata çıxıb qabağıma. Hə. İndi maraqlanır. Mən bəlkə mən maraqlanmırdım bilmirəm. Yaxşı, böyük kişin olsun bir. Tamam. Get özün mən sabahlarım. Məndən qabaq özün qəşəng şuurlu iştirak elə. Gedərəm özüm. Mənə bax, axşama sən qəşəng kartofla kotlet bişirim, soğanınızı atdı. Qəşəng belə yağlı. Sən narda səbim qəşəng sumaqla, zatla qəşəng belə təndir çörək. Ağzım sulanıyor. Ana ürəyim başımı nətər istədi. Bacı ana bacı. Aman Bacı. ölsün. Sen niye bu rejime düştün yana? Bu ne bit fasonunda ne oldu sana ay törüş? Adı evdəyəm də ev paltarımı giyindi. Təmiz marağım öldü, təmiz marağım. Yığış sabah günə gedəcək, ana. Mən gedəsi oldum. Bir dəqiqə. Ya, bir dəqiqə. Yəni gedirsən də bacımın ad gününə, hə? Ay oğlum mən neyləm belə, mən heç bir marağım qalmadı evdə oturma. Sabah hamımız özə gelsən nədir? Sən də mənlə bir yerdə gelsən, ad günə şuur iştək edirsən. Can. Və nətər olsun, mənim başımın tortu gəlsin, deməzlər ki, mın qardaş hanı gəlsin bir, o tort kəsən bıçağına bir 20 manat atsın, deməzlər adama. Aman qadana alsın. Gedərsən, Hə. Mən. o tortdan kəsib qoyarsan mənim bacımın ağzına. Bəs Onu gedəsidir bu. Gedir misin? Hə? sən məni tanımırsan. Mən də kəlmə də qutardım. Mənə qurbanım. Sabah ailəvi orduyuq. Yok. Səhv məndədir. Bax, səhv məndədir ki, mən sənin sözünə yenə inanıb qaldım bu evdə. Gedirəm. Ha. Qalası olmadım. Mənə bax. Gedirəm dədəmin xarabasına. Hə, mənə bax, dünəndən get. Dünəndən getsin, bəlkə indiyə çatmışdın. Bəlkə də. Get, yaxşı yox. Yalvarma ya sonra mənə. Bax, dedim sənə. Nə yalvarma, mən... Bax, dedim sənə. Hə, bacı, adama qalan bacıdır. Görəcəyik. Bacıdır. Bax. Mən Oxu sevdim. onu hələ qoxu Hə, qoy gəlməyinə getsin, canım çıxo getsin. Bax, mən bacımı heç kimə yağa verməm. Can, sənə Canım, özüm qurban olum. bacı yeganə adamdır ki, yeganə adamdır. Bax, xəstələnərsən, Qoy onun qadasını alım. xunadan heç kim maraqlanmayacaq, mətbəxdən beyəcək. Hə, xəstələnmirsən, askırırsansa üzü o tərəfə tut, uşağa keçəcək. Amma bacın yanında askır, bax belə elli, mənə gəlsin. Bax, bu sinəmə tökülsün. Bacıdan var ana. Yoxdur. Bacı eşdən kimi qardaş xəstədir. Canım üçün, ayaqqabı korobkasına yığır balaca bankaları. Can. Düzəlir yola. Bir də görsən şaqqıldıya bacım gəlir. Özü heç kimdə yox da, nə Amerikada, nə Avropada. O bacılardan ancaq bizdə var. Eşq olsun elə bacılar. Canım, bir balaca başımı qoyum yerə azarlayayım. Can. Bir də görəm bacım şaqqıldıya Neapolun qurğundadır. Onun qadasını alım. Onun qadasını versin. Gələcək, bax, keçip ilə məni ovuşdurub. Bankalı çıxır gəl. Pəhləvan yalasını oxşayır. Canı yanmış. Elədir bala. Bacılar qayğıkeş olur. Bacılar zəhmətkeş olur. Lap darıxdı mənə. Qoy bir bacımla danışım. Yığ. Gönlü sevinsin bacım. Hə, canım. Yığ axtar bacım. Başıma dönüm. Yığ. Can. Bacı. Uy. Qadasını alım, nə deyir? Can. Ay, elə də bax, qurbanım qoyun olsun. Ay, elə darıxmışam, 6 ildir səninlə danışmıram. Can. Yaman darıxmışam bacı. Uy. Əsas da o WhatsAppda səs atsan, mənə 4 dəqiqə 32 saniyə. Ay, o nə səsdir bacı? Bacım mənə səs atır WhatsAppda. Onu qoşulan maşında. İşdən evə gələkən qulaq açsın. Can, ürəyə olma. Moment olur ki, saxlayıram düşüb şöyle yallah. Nay 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 raram ray 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 ram taram. Ay başı diyen bekler diyen. Allah. Nay nay nay. Mənə sözün yoxdursa, mən çıxıb gedirəm. Çau bambino. Anacığım, Türüş. Türüş sen benim hislerimle niye böyle oynuyorsun ay Türüş? Ya karar ver de ya halat ya bu olsun. O
xalat məni evdən qaçırdır, bax bu məni evə yığır türüş. Dilgəm, sən məni itirdin. Nay 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 nay. Nay 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 nay. Nay nay. Nə deyirdi bacım? Nə danışırdı bacım? Ana, bacı vaxtıdır, sən bacınla danış. Getdi. Ay türüş, ay türüş. Predo'nun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Bu nədir? Chico'nun qara ildırım tumları. Chico'nun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Chico'nun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asarım. Təki tumum olsun. Hə, anla. Nə dedin? Bax, divar kağızlarımız da gəldi. Atan evin bütün divar kağızlarını dəyişəcək. Özdə hamısı divar kağızları Mister Dekor'dan. Ay ana, nə gözəldilər. Mister Dekor divar kağızları Ağdamın Sənaye Parkında istehsal olunur. Bax, gör necə gözəl çeşidləri var. Çox gözəldir. Qonaq otağı üçün, yataq otağı üçün, mətbəx üçün, dəhliz üçün, uşaq otağı üçün, hər cürə. Bəlkə biz də evimizin aboylarını dəyişək. Get başla təmirə. Aton aboyları Mister Dekor'dan göndərəcək. Əla. Yaxşı, xeyr. Sən mənə bura nə gətirmisən? Gəl keçək Brent House-a deyəcəm. Brent House mağazalar şəbəkəsi 2014-cü ildən etibarən müştərilərə xidmət göstərən güvənli alış-verişin ünvanıdır. Mağazalarımızda yerli Moda brend markasının uşaq, kişi və qadın geyim kolleksiyaları təqdim olunur. Geniş seçim imkanı ilə yanaşı, seçilmiş məhsullara 50%-dək endirimlər də mövcuddur. Ay qonşu, əli basarlıqlı hardan belə? Ay bacı, obanın məhsullarına evi doldururam, hər alış-verişə görə hədiyyə qazanıram. Oktyabr ayının 30-na kimi. Obada hər 20 manat alış-verişə görə bir hədiyyə qazanmaq şansı əldə edirsən. iPhone 16, iPad, soyuducu, televizor, iri xırdalı 38-ə yaxın hədiyyə var. Doğrudan, gedin mən də qoşuldu. Necə qoşulmaq olar ona? Çox sadə, ay bacı. Obanın mobil təsbirini telefonda yükləyirsən, alış-verişin ədəbiyyəsini skan edirsən, yarışda iştirak edirsən. Onda mən getdim. Ay bacı, mən bizə gəlmirdin. Əşi deyirəm gedim obaya, əli dolu gəlim də sizə ay qonşu. Əli boş qonşu ev olar. Get də gözləyirik. Komedixana davam edir əziz izləyicilərimiz. Keçid alırıq növbəti səhnəyə. Növbəti səhnəmiz isə Küsəyən Katibə. Alqışlarınızla. Sevə, mən bu bir həftəni burada olmadım. Şarmalı Şeyxdə idim. Yerim məlum. Amma indi mən gözümdə gördüm ki, ailəvi getdik. Mən tapdıq gələsidir. Mən tapdıqla haqq hesabım var. Ona kimi kim gəlsə denən yoxdur burada, müəllim yoxdur burada. Mən haqq hesab edeyim, görüm hara nə mebel verib, haradan nə mebel şeyləyib. Onu şey edəcək. Tapdığı şey deyərsən. Sən tapdıqdan qabaq bir mənlə haqq hesab elə görüm. Məni niyə blok atmısan bir həftədir? Demirəm, Şarmal Şeyxdədir. Olda Şarmal Şeyx. Ailəvi. Hə, nə olsun? Evdəkilərlə. Olda. 2 uşaq da bölümdə. Olsun da. Qaynanəm də bizləndir. Olsun, bildiyim. Mən niyə blok atılıram? Külfət. Başa düşdük də, mən niyə blok atılıram? Sən dəzən başa düşünmürsən. Mən ailəvi getmişəm Şarmalı Şeyxə. Mən buradan, aeroportdan, mən səni attım bloka. Sən getdin bloka. Mən bir həftədən sonra bir də vətənə ayağım qoyanda səni blokdan çıxartdım. Yəni, başqa nə ola bilər? Deməli, arvadı gördün, katibə yaddan çıxdı, hə? Onu mən həmişə görürəm, onsuz da. Sən də yaddan çıxmırsan. Amma orada başqa şeydən biz getmişik istirahətə. Mən baseniyə kəllə vurdum, telefon da qaldı arvadın yanına. Sən də oranın vaxtı bizim vaxtımız eyni dövdə. Sən də yazdın nəsə. Arvad oxudu,
Mənim dalımca baseniyə kəllə vurdu. Mənim də arvadımı sən tanımırsan. 20 dəqiqə suyun altında üzür. Gəlin məni basenidə boğub öldürmək. Şərman Şeyxin niyə mənim burnundan götürsən? Sən tanımırsan da, arvad tanımırsan, bizim evdəkiləri tanımırsan, deyirsən. Qoy mən iş aparım da, qoy mən iş aparım. Qoymursan ha, iş aparım. Qoy iş aparım, xımır işimizi görək də. Arvad tanım, mən o vaxtı mən Qazaxstanda iş qurmuşdum, gələnmirdim. Dedim ki, gələnmirdim. Mən burada da iş yerə düzlük qoymuşdum. Arvad dedim ki, gələnmirdi, Qazaxstana gələnmirdi. Onun iş yerim ki, gəlməsin o da bura, bir də əlimə dəyməsin. Amma xeyir olmadı. Çiriz dəniz, Xəzər dənizi. Gəldi Qazaxstandan, məni aldı Çirinə, getdi buraya. Elə arvad, sən tanımırsan, onu görə dəymə də, dəymə. Atdım, indi blokdan çıxadırsa, işə başladıq və s. Ailənki nədir? Bir həftə istirahət. Ailə nə istəyir? Bir həftə istirahət. İndi onsuz da Maldiv asılıb da, səndən də bir 10 günlük Maldivə. Biraz hələ, qoy yığaq hələ, dəymə, qoy yığaq, biraz yığaq. Yığaq. Sən biraz sıyırıb aparansan. Arvad elədir ki, deyir, varsa alaq, yoxsa elə sürüşür gedir. Amma sən eləsən ki. Ailənlə getmişsən, lap əla. Get də, nə olsun? Yox, mən niyə bloka atıldım? Sən mənə bir dənə tutarlı cavab deyib, mən də bilim. Bax, getmişsən, bir kəlmə mənə niyə yazmırsan ki, ay ürəyim, yaxşısan, bəlkə nəyəsə ehtiyacın var, ölmüsən, qalmısan. Nə oldu, bəs belə də deyirsən, sən də mənim ailəmsən. Mən elə deməmişəm. Mən deməmişəm, sən mənim ailəmsən. Mən demişəm ki, ailəm kimisən. Kimisən olub, sən kimisənsən. O ailə olub, sən kimisənsən. O Max'dır, sən prosan. Başa düşdüm də, bildim səni. Lap oğlum ailə kimi. Hə, başa düşmədim. Bir kəlmə mənə yazmaq çətin məsələ idi, sənə qırağa keçib, hə? Mən başa düşdüm də ailənlə, hər dəqiqə başa ilə ailəmlə bildiyim mən uşaq deyiləm ki, 15 ilin katibəsiyəm. Başa düşdüm, lap yaxşı. Amma sən 24 saat ailəmin yanında olmursan axı, bir 2-3 dəqiqə də qırağa keçirsən də, düzdür? Bir dənə qırağa keçəndə bir dənə yazmaq nə müşkül məsələ oldu ki, ay canım, yaxşısan, bir dənə bunu yaza bilmədin də mənə, hə? Hocam ki, yazmaq istəyirdim. Hə. Bursa ağlıma gəlmədi. Ağlıma gəlmədi, yox, Deyirəm, yazmaq istəmədim. Ona görə yazmadım. Deyirəm, mən səndən soymuşam. Məncə başqa katibə axtarışındayam. Biz işimizi bilək də. Yaxşı, buradan tapdıq gələcək, yaxşı. Sonra söhbət edərik. Gedərik, bir dənə künəfə alacam, künəfə ilə çay içəcək, söhbət edərik. Künəfə xoşlayansın. Mən künəfəyə layiqəm də, hə? Deyirəm də, vaxt var idi. Günün 24 saatı mənlə danışırdın, Hara getdin, hara gəldin, hər şey telefonda sallanıb. Mənlə məsləhətləşirdin. Evə gedəndə, bax sən axşam evə gedəndə, binanın qabağında, bax qaraja heç düşmürdün. Qarajın qabağında maşında bir azı 3 saat, 4 saat mənlə telefonla danışırdın. Ondan sonra düşürdün, qaraja. İndi nə oldu? Canım, elə ləzzətlidir o qarajın qabağında 3 saat danışmaq. Elə dadlıdır, elə dadlı. Darıxmışam. Onu tapdıq gələcək, ondan sonra danışarıq. Dinən tapdığın gələcək. Tapdıq buradadır, tapdıq. Tapdığın buradadır. Dünən tapdığımı tapmışam, ona görə mən sənə maraqlanmırdım da. Təzə işə gələndə mən iş saat 6-da qutarırdı. Mən saat 9-da yola salırdın, Deyirdin, ay Seva, sən çox dadlı çay dəmləyirsən, Mən buradan bir dənə çay dəmlə gətir, çayı için. Deyəsən, indi mənim çayımdan doymusan. Onu demirəm, sən bir dənə arxaya çön bax. Mən arxaya çönüb baxan qız deyiləm, bildin? Mən üçün keçmişdə nə yaşanıbsa, yaşandı, oldu, bitdi. Mən ancaq qabağa baxıram. Tapdıq sənə baxır. Kim mənə baxır? Tapdıq mənə baxır. Tapdıq qəllət eləyir mənə baxır. Tapdığın özünə baxan lazımdır. O boydana kişi deyib, belinə bir dənə rimen almağa pul qıymır özünə. Bu boydana idarədə əli şalvarında darta gəzir. Tapdıq mənə baxır. Yox, bir. Deyən də sənə bir dəqiqə. Seva, mənə bir tapdıq. Buyur tapdıq müəllim. Xoş gəlmişsiniz. Nətərsiz? Çox sağ olun, siz necəsiz? Sağ olun, yaxşı olasınız. Çoxdan gəlmişsiniz. Tapdıq qələt eləyər oradan.
Eşitmisiniz? Narahat eləmədim. Bir xəbər eləyin də gələndə. Sən get, Tatmalı. Sən get, sən belə elə. Bizə çay gətir oradan 2 dənə. Oradan bizə 2 dənə 2 çay. dənə çay. Hə. Bu saat. Nə tarafsız Tatır müəllim? Sağ olun Eldar müəllim, necəsiz? Yaxşılıq, yaxşılıq. Yaxşı olun. Eldar müəllim çox darıxmışdıq. Şəxsən mən çox darıxmışdım. Bir həftə yox idiniz, elə bilirəm ki işimiz getmir. Sən, mən... Bir dəqiqə gözlə. Seva, oradan mənim çayımı elə biraz açıq qara. Sən nə çay istə? Yasmin versin sən? Jasmin nədir? Tapdığa da qara çay ver. Ona bir qara çay, mənə qara çay ver. Çox sağ ol. Aydındır. Seva. Ha Seva. Seva. 2 dənə qara çay. Necəsiz? Yaxşılıq, yaxşılıq. Eldar müəllim, biz sizdən gələndən deyirsiniz ki, yanıma gəl, sənə hədiyyə almışam. Nə hədiyyəsidir o? Düzdür, ehtiyac yoxdur, amma da indi baxmayın da. Xurma almışam. Xurma. Nə almışsınız? Bir də gözlə. Seva. Bizə 2 dənə çay ver. Eşsənsən mənim. Birini mənə verirsən, birini də Tapdığa. Eldar müəllim. Seva. Seva, məni çöndərmə, Seva. Mənə hay ver, deyəndə çay ver, Seva, məni çöndərmə. Məni çöndərmə, Seva. Deyəndə çay ver. Kaptan müəllim. Gəl, nələsin? Qələm düşdü, onu axtardım. Necə oldu? Eldar müəllim, mən elə çay içən deyirəm, siz özünüzə deyin, mən istəmirəm elə. Yox, verəcək. Bizim mebellər getməlidir. Qardaşlar mebelin getdi, Amerika mebellər. Çatıb, hamısı açotu buradadır, hamısı. Hamısını burada qeyd eləmişəm, Eldar müəllim. Zəhmət olmasa siz də baxın, hamısını bax burada qeyd eləmişəm. Bir də ki... Seva! Seva, sən mənə işləyirsən, Seva. Seva, mənə çay ver, Seva. Seva, 2 dənə çay gətirirsən, eşitirsən mənsən. Bir dənə, Eldar müəllim, bir dənə. Sən bir dənə qarışmasan. Mən çay içən deyirəm, Sən bir dənə qarışma, bir dəqiqə. Seva, oradan çay gətirirsən 2 dənə. Birini Tapdığa gətirirsən. Tapdıq olsun, Eldar müəllim. Sən qarışma bir dənə. Seva, oradan çay gətirirsən. Bir dənə Tapdığa gətirirsən. Bir dənəsində mənə gətirirsən. Eldar müəllim. Seva! Seva, oradan çay gələcək bura. Eldar müəllim. Oradan çay gətir gəlsən bura. Lazımsa mən gətirərəm, Eldar müəllim. Sabit yerində. Oturun. Seva, çay gələcək bura. Dedim Seva, çay. Ay Allah! Ay baba! Seva! Seva, o çay gələcək. Tofik, o çay içəcək. Ben getirəm Eldar müəllim, ben getirəm. Sen geç doğru. Yaş Eldar müəllim. Sen karışma. Yok karışma. Sen karışma. Ben qara kiriyorum. Sen karışma. Qara kiriyorum böyüyümün ağzıyla. Eşitirsən Seva. Seva, eşitirsən sən mən. Çayı götürüb gəlirsən 2 dənə çayı. Gətir. Eşitdim, gətirin. Otur, sonra. Ələşin. Eləşəm Eldar müəllim. Siz Allah əsəbləşməyin, xahiş edirəm. Bir dənə çay görə. Valla sən belə baxanda yəni qara çaydır, ürəyə ziyan, mədəyə ziyan. Nəyə lazımdır o çay içmək? Açotumuzu eləyək, sonra mən çıxım gedim Eldar müəllim, xahiş edirəm sizdən. Neçə gəmi ilə göndərdik də bizim meyvələrimizi? Tırla göndərdik, tırla. Amerikaya, tırla göndərdik, amma bildim. Yaxşı, bizim o meyvələri burada satış nə yerdədir? Satış əla yerdədir. Əla yerdədir. Bir tür göndərmişik, çatıblar, hamısını burada qeyd eləmişəm. Seva,
Çay ne gelmir? Seva çay ne gelmir? Eldar müəllim, vaxt vermiş saxı, bir cavab verəcək. Bəlkə eşitmir. Seva cevap vermeli Seva. Seva cevap vermeli. Cavab verdin ha? Haradasan sen? Seva, mənə bir dənə açıq çay gəlir. Bir dənə də çay gələcək. Tapdığım mən. Mənim ağzımı açdırma. Bu dəqiqə tapdığı sənə qatacam. Səni tapdığa qatacam. Haradasan sen? Sen Allah mən o çayı gətir bura. Çay... Zəhərət olsun çay! Seva səni gözləyirəm. Seva səni gözləyirəm. Gəlin! O çay gələcək. Gəlin! O çay büyün bura gəlməz. Gəlin! Bildin? Gözləyirəm. Seva, mənim beynimi çöndərmə. Sən mənə tırs eləyə bilməzsən Seva. Sən mənə tırs eləyə bilməzsən. Eləmə! Kimdir o? Kimdir o? Sən su biləcək! Seva, sən katibəsən. İşi işə qatırma. İşə qatırma. Sənə dedim, çay gətir, çayda gələcək. Mən bir gün çay içəcəm. Bu da içəcək. O çay gələcək. Bunun nəsə bir gün içəcək bu. İçəcək o bugün, o çay gələcək. Hop. Hop sen de Hay Allah! Bana sağ kulağına koyalım. Neye gelmiştin, neye düştüm ha? Eldar müəllim. İcazənizlə deyirəm, at oteliyəm, mən çıxım gedim. Sənin oğlum xarabama xarc edəm. Buyur. İçmirəm vallahi o çay içmirəm mən. Bizim qardaşlar fabrikinin orada bilirsən ki, bir də səhiyyə mebellər var. Bəli. Biz danışmışdıq, səhiyyə ilə danışmışdıq. Ayəs. Onların mebel. Bəli. Hamısını qeyd eləmişəm. Otur. İşte sen İşte sen beni. Ben mülayim değilim. Sevi çıkar. Mülayim değilim. Kışkırmam ki. Mülayim değilim. Sevi çıkar. Bize 2 tane çay getir. Sana zahmet. Birini taptık mı elime? Hayatım, birini taptık mı elime? Birini sen bana. Yaxşı hayatım. Yaxşı kuzu. Yaxşı güzel. Gözləyirəm kuzu, yaxşı. Kuzum, mənim kuzum, sən severim. Ha? Gözləyirəm, gözləyirəm. Sən kuzu. O da mənə bir dənə mənə deyiləm ya. Deyiləm ya. O da bir dənə deyiləm ya. Eldar müəllim, çox üzr istəyirəm. Yəni, ola bilər məni unutmuşsunuz, mən də buradayam. Çox xahiş edirəm sizdən. Yəni, bir stəkan çaya görə niyə məliyirsiniz? Sadəcə dedim, yola gətirib, gördüm, danışıq tərzim biraz dəyişib. Yox, bilirsiniz, mən sizə Eldar müəllim deyirəm, mən onu sizə yaraşdırmıram da. İndi bu boyda müəllim düşüb telefonda eləməyi. Belə üzbəyiz burada restoran var, siz düşə aşağı. Mən sizi qonaq edirəm. Nə qədər siz içərsiniz, rahat deyib, bu səhərən olsun, bu nə deyib, bu nə çay deyib elə. Gətirəcək. Narahatımı gətirəcək. Geçsin görək. Ben yazığa deyirəm, geçsin.
Niyə Seva xanım göndərdinizsə? Başa düşün, mənim katibəm Xalidə xaladır, yoxsa Sevadır? Hə, bilirəm, bu mənim işim deyil. Mən elə ayaq yolunu xlorlayırdım. Bir də gördüm, elə bildim zəlzələdir. Qapıya bir təpik Seva xanım ağlayaqla girdi içəri. Dedi, ala bu çayları apar qoy Eldarın qabağına. Müəllimin. Eldar dedi, Eldar müəllim dedi. Seva xanım Eldar dedi. Bəlkə müəllim deyib. Müəllim dedi, Eldar dedi. Eldar dedi. Müəllim dedi, Eldar dedi. Papamcalı Eldar dedi. Papamcalı Eldar dedi. İndi narahat olmayın, indi ola bilsin. Tapdığa. Çaydan xlor iyi gələr. Amma ki, içinə xlor damcılamayıb. İndi əlcə ilə iş görmüşəm də, oraları sürtmüşəm şotqayın əlimdən. İndi ola bilsin ki, bir balaca xlor iyi gələr. Mənim işiniz yoxsa mən gedim, qadın alın. Geç. Tuvalete xlorlamalıyam. Sən ev yox, sən iç onu. Sən iç, Seva bir gün çay gətirəcək. Ayındır mən. Seva bir gün çay gətirəcək. Sən bunu, hələ ki sən bunu Seva kimi qəbul elə. Bunu Seva kimi götürək hələ. Sən qəbul elə, mən qəbul eləməyəcəm. Bildim, Sən iç o çayı. Eldar müəllim, mən bunu içim zəhərlənib eləyərəm, başında durun. Mən çay içmirəm də, mən çayla aram yoxdur. İstəmirəm ben bu çayı. İstəmirəm də bu çayı. Seva. Seva telefona cevap ver Seva. Seva telefona cevap ver. Sirem. Seva telefona cevap ver. Sirem. Bana köşme lazım. Vallahi sirem. Seva. Sen götürürsen taptığı sen götürürsün. Sirem bunu ben sirem. Baba sirem. Baba. Sirem baba. Ela diye ela. Ben ancak evde de çay klor içeceğim. Süperdi. Koy içinden temizlensin Eldar benim. Çok sağ olun çaycı. Süperdi. İhtiyaç yok. Hakikaten vereyim. Adam olayı etse. Verin ben de sizi. Bir. Size bir şey kalmadı Eldar benim. Bunu ben devam edeyim. Ben derim maliyeti. Sirem. Seva, oradan çay gelmelidir. Sen bu söhbətləri burada eləməməlisən. Mən səni atmışam bloka, onu biz künəfə yeyə o söhbət edəcək. Eldar benim, buna bak Eldar benim. Məni zəhərli ol Eldar benim, buna bak. Vay Eldar benim. Eldar benim. Xahiş edirəm Eldar benim. Mən evdən belə çay gətirəm özündə belə. Bunu gəl elə bir. Burada içimiz çay. Seva, çay lazım deyil. Ay sağ ol. Zəhərləm olas! Eldar müəllim. Biz bunu yaya süzür içəcəyik Eldar müəllim. Seva, bizə 2 dənə stəkan gətir. Eşitirsən məni? Seva, bizə 2 dənə stəkan... Səndən çay istəmirəm, Seva. Seva, çayı gətirib tapdıq. Tapdıq, çayı gətirib. Qapını aç turla. Seva, eşitirsən mən, cavab vermə. Seva, mənə cavab ver. Seva, tapdığa stəkan ver, birini də mənə ver. Seva, mən... Yaşa gətir, oğlum, ne olur. Sen karışma. Bak, Eldar müəllim, bak, bu başlık var ha. Bak, burada seninle gelirsen çay içmək istəyirəm. Ahırda da doyarsan verirsen ben içərəm. Sen bir dənə karışma. Ne olar, Eldar müəllim? Yok, gel. Xahiş edirəm Eldar müəllim. Sen karışma bence. Eldar müəllim, ne olmadı şair. Sen karışma. Mənlə katibənin işinə karışma. Yaxşı. Mən ümumiyyətlə qərət edərəm sizin işinizdə qarşılama Eldar müəllim. Ümumiyyətlə katibə ilə müdürün işinə qarışan axırda sakraşa ilə düşür. Gel. Ona görə də lazımdır.
Seva, çay hardadır? Seva, bu çay hardadır, niyə gəlmir? Yaxşı, özü bitirmə, yaxşı. Seva, sən nə istəyirsən məndən? Ya, sən bir dənə mənə dənə. Sən nə istəyirsən məndən? Sən nə istəyirsən məndən? Mən bilirəm nə edəcəm. Eldar müəllim. Mən bilirəm nə edəcəm. Eldar müəllim, mən görə dalaşmayın, Eldar müəllim. Xahiş edirəm, Eldar müəllim. Sən qarışma, sən qarışma. Mən qarışmıram, ya deyirəm, işmirəm. Sən qarışma. Mən atırım bu çayı. Ala bunu. Ala bunu. Bu nədir şeylər mən? Bura gəl. Dilini çıxart. Ala bunu. Dilini çıxart. Ala bunu. Dilini çıxart. Ala bunu. Dilini çıxart. Sağ ol. Nə varım bu, nedir mənə? Gedirsən bir dənə 17 alıb gətirirsən mənə. 17 açar. 17 iPhone. iPhone bir dənə alıb götürüb gəlirsən. Yaxşı. Yaxşı. Mən bir söz soruşum Eldar müəllim. Bu nə rəngini alım? Hansı rəngi? Birdən alaram, xoşlar gəlməz ona görə. Bir dəqiqə. Gördün mü? Dəqiqəlik. Sevər, Tapdıq müəllim gedir bu iPhone 17-ni almağa. Hansı rəngindən alsın? Narıncı. Narıncı ged, al ki. Narıncı. Narıncıdan ən yaşlansıdır. Mən gözləmişsin. Tapdıq müəllim. Gəldi, çayımız gəldi. Hara gedirsiniz? Mən də sizə çay gətirirdim. Versən mi? Hə, orada əyləşmişsiniz. Bunu bura ver, mənim üçün bura ver, mənim üçün bura ver. Görsən mi Tapdıq müəllim, iPhone-un əritmədiyi dağ yoxdur. Onun əritmədiyi buz yoxdur, sən qadana. Mən dedim künəfə ilə yola verək, amma 17. Canım mənim. Buyurun, nuş olsun. Sağ ol, canım mənim, sağ ol. Düşür dana. Tapdıq müəllim, buna düşürük, canım üçün. Həqqi künəfədir, künəfə. Canım, üstünə marojları tök ye də. Ye bilsən, məsələn, sən yiyənməzsən, sənin boğazın gələr. Benimki elə şirin quş deyil. Başımı qatım yalandan elə. Səbişi mi deyirsən? Səbişi mi deyirsən? Hə, səbişi. Sən bir dənə get, bir dənə narıncı al, mən də bir dənə künəfə yeyib gəlirəm. Yaşım yaxşı. Abşeron Ticarət Mərkəzi 1500-dən çox mağaza ilə alıcılara minlərlə çeşiddə məhsul təqdim edir. Üstəlik, bütün mağazaların qarşısında limitsiz və ödənişsiz parklanma yerləri mövcuddur. Buradakı məhsulların hamısı yüksək keyfiyyətli və zəmanətlidir. Qiymətlər isə olduqca münasibdir. Sərfəli, keyfiyyətli alış-veriş üçün yolunuzu Abşeron Ticarət Mərkəzinə salın. Ünvan Lökbatan, Xocəsən yolu 57, əlaqə Ulduz 67 60. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Ona girmir beynimə də. Buradan öyrənilən, buradan yadımdan çıxır. Ay iradə. Uşaqlar, görün sizə nə gətirmişəm? Nə gətirmişsən? Nə gətirmiş? Biz onun yeni soyuq kofeləri, uşaqlar bir dənə dadlıdır. Bax, özdə latte, cappuccino kim alsın istəyir? Mənə latte. Mənə latte. Bilmir Şirini azdı, cappuccino sən xoşdursan şirini. Güzel xanım sizin alsın. Təşəkkür, təşəkkür.
yuxusuzluğu, yorğunluğu, susuzluğu aradan qaldırır. İçin, zövq al. İçməyin. Gəlin belə vuraq, çəkim. Hə? Gəl. Bumeram dəyərə. Ay ana, bax, gəlinimin cehizləri hamısı gəldi. Hamısı da Quix'dən. Sağ olsun mənim gəlinimi, sağ olsun. Həmişə bu offside mağazalarında görürdüm bu Quix'in əşyalarını. Ürəyim gedirdi. Sağ olsun gəlinimi. Sağ ol, ana. Sağ olsun. Sağ ol. Deyirəm, sağ olsun Quix'in məişət texnikaları. Görüm anamana getdi. Ana! Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sosis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sosisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyəm da, sənin qardaşın arvadının söhbəti mənim nimə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Hə. Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Sənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra sənə qədər sənə qulaq asarım. Təki tumum olsun. Hə, ağla. Nə dedim? Bax, divar kağızlarımız da gəldi. Atan evin bütün divar kağızlarını dəyişəcək. Özdə hamısı divar kağızları Mister Dekordan. Ay ana, nə gözəldilər. Mister Dekor divar kağızları Ağdamın Sənaye Parkında istehsal olunur. Bax, gör necə gözəl çeşidləri var. Çox gözəldir. Qonaq otağı üçün, yataq otağı üçün, mətbəx üçün, dəhliz üçün, uşaq otağı üçün, hər cürə. Bəlkə biz də evimizin aboylarını dəyişək. Get başla təmirə. Aton aboyları Mister Dekordan göndərəcək. Dəyərli qonşum, evin olba ilə doldur, hədiyyələr qazan. 1 sentyabr 30 oktyabr tarixində Oba Marketlər şəbəkəsindən 20 azenlik alış-veriş et, bir-birindən dəyərli 38 hədiyyədən birini qazanma şansını əldə et. Lotereyada iştirak etmək üçün minimal olaraq 20 azenlik alış-veriş etməlisiniz. Oba mobil tətbiqini yükləməli və qeydiyyatdan keçməklə siz də iştirak edə bilərsiniz. Bu fürsəti qaçırmayın. Sponsorumuz Brand House mağazalar şəbəkəsidir. Brand House mağazalar şəbəkəsi 2014-cü ildən etibarən müştərilərə xidmət edən, ölkəmizin dörd bir yanında fəaliyyət göstərən güvənli alış-veriş ünvanıdır. Mağazalarımızda yerli moda brend markasının uşaq, kişi və qadın geyim kolleksiyaları təqdim olunur. Müxtəlif zövqlərə uyğun geniş seçim imkanı ilə yanaşı, seçilmiş məhsullara 50%-dək endirimlər də mövcuddur. Hamısı bir ünvanda, Brand House mağazalarında. Brand House mağazaları ölkəmizin dörd bir yanında var. Ünvanlarımızla tanış ola bilərsiniz. Və dostlar, sonunda təşəkkürlərimiz var, amma təşəkkürdən öncə bizim bir elanımız var. Artıq bilirsiniz ki, vaxt da yaxınlaşır. Dekabrın 19-u, 20-si, 21-i bizim möhtəşəm sarayda, Heydər Əliyev sarayında möhtəşəm konsertimiz olacaq. Bayram bazarlığı deyirik dostlar, elə hamımız o konsertə dəvət edirik. Mütləq biletləri indi əldə edin. Biletləri hardan əldə etmək olar deyirsinizsə, iTicket saytına girib rahatlıqla onlayn şəkildə biletlərinizi ala bilərsiniz. Yeni ilin hədiyyəsi qoy elə Kamica xanımın konserti olsun. Hamımızın yolunu gözləyirik dostlar. Təşəkkürlər dostlar, bizim təşəkkürlərimiz də var. Bizi səhnə geyimindən təmin edən Richman kişi geyimlərinə bir gürültü alqışlayıram sizdən. Hüseyin Cavid 13 ünvanında yerləşir. Elə bu günlərim gedin zövqlü kişilərin ünvanı deyirik və Gürkan Demirkan qadın geyimlərinə bir gürültü alqışlar. Və bir dostumuz, milli brendimiz Brand House'a bir gürültü alqışlar sizdən. Brand House-da həm bizim bəylərimizin, həm xanımlarımızın, həm də körpə balalarımız üçün geyimlər tapa bilərsiniz. Ən körpə balalardan tutmuş da məktəbə qədər balalarımızın paltarlarını, milli brendimizi əldə edə bilərsiniz. Brand House-a bir təşəkkür edirik və dostlar, bir alqışlar da özünüzə, yenə öz saatımızda, öz vaxtımızda sizlə görüşmək ümidi ilə. Çalışın, salamat qalın, sağ olun.
Bayramdan əvvəl bayram bazarlığı mütləqdir. Səhər maraqlanacağım bu söhbətlə. Alanda maraqlanırdın. Amma bu bazarlıqdan bol gülüşlə qayıdacaqsınız. Sən niyə bu ləhcə ilə danışırsan? Mənim anam Hindistanlıdır, atam Səlyanlı. Hər yeni ilin ənənəsinə çevrilən Komedixananın böyük səhnə konsertlərinə yenisi əlavə olunur. Bayram bazarlığı. Çox əsrarəngizdir. Ardarası kəsilməyən gülüş səhnəsi 3 gün ard-arda davam eləyəcək. Nə dedim? Oh! 19, 20, 21 dekabrda Görəcəyik də. Heydər Əliyev sarayında biletlərə Ticket Az və şəhərin bütün kassalarından əldə eləyə bilərsiniz. Məsələ həll olundu. Dadlı dostu, bol ulduzlu bayram bazarlığına təlləsin. Necədir, bəyəndiniz?